British and American English. Britaniya və Amerika ingilis dilisi. Bunların arasında hansı əsas fərqlər var? Ən əsas fərqlərdən biri R səsinin olub olmaması, işlənib işlənməməsi ilə bağlıdır. Belə ki, Amerikan ingilis dilisində R səsi eşidilir, aydın eşidilə bilir sözlərin sonunda xüsusilə. Amma Britaniya ingilis dilisində R səsi sözün sonunda istifadə olunmur. Məsələn, Amerikan ingilis dili variantında car, R səsini eşidə bilirik, car. Amma Britaniya ingilis dilisində ka, uzun A ilə ifadə edirik. A və R hərfi birləşmələrini. Daha sonra sözün ortasında əgər T hərfi varsa, məsələn, butter sözündəki kimi, British variantında dedim, onu Amerikalılar butter, T-nı D kimi tələffüz edirlər. Butter deyə bilərlər, butter eşidə bilərsiniz, butter deyil. Bu sizi çaşdırmasın. Bir neçə fərqli sözə də baxaq ki, yadınızda yaxşı qalsın. City, biz daha çox city kimi eşitmişik, şəhər mənasında, amma Amerikalılar bunu city kimi səsləndirirlər. Better eşitmişik biz British English variantında, amma daha çox Amerikalılar bunu better deyirlər. Üçüncü əsas fərq kimi vowel differences, yəni sait fərqlərini görə bilərik. Hansı mənada baxaq sözlərlə ifadə edək. Məsələn, dance sözünü götürək. Dance, yəni rəqs etmək və ya rəqs. American English'də bu dance kimi götürülür, amma British variantında dance, uzun A kimi götürülür. Fərqi yəqin ki, hiss etdiniz. Sonra path, American English, yəni ə ilə deyiliş, amma Britaniya variantında path. Amerika variantında hot, o ilə A-nın qarışığı kimi, hot. Təbii ki, isti mənasında, amma Britaniya variantında hot. Məktəb dövründə eşitdiyimiz kimi hot. Daha çox istifadə olunan bir sözü də baxaq. Fast. Bu American English, amma Britaniya variantında fast. Uzun A. Daha sonra xüsusi bir neçə samitlərin tələffüzündə fərqlilik eşidə bilərik ki, bu da ki, sözlərin fərqli tələffüzünə gətirib çıxarır. Yəni, bir sözü iki fərqli tələffüzdə eşidə bilərik. Bəzən düşünərək ki, biz yəqin səhv öyrənmişik. Halbuki belə deyil. Yaxşı olar ki, bir sözü əgər iki cür tələffüzü varsa, vaxtında onu hər iki formada öyrənək. Məsələn, American English'də schedule formasında istifadə olunur. Söz cədvəl, plan, günlük plan mənasını ifadə edir. Amma British variantında schedule. Hər iki variantda eşidə bilərik. Bu bizi çaşdırmamalıdır. Məsələn, garage. Bu American English. Garage isə British English'dir. Fərq nə oldu? American English'də daha çox ə səsi kimi səsləndi. British English'də ə və a səsləri qarışıq oldu. Yəni bitişik. Daha sonra bitki və ot mənasında herb. Mən daha çox herb eşitmişəm. Ümumiyyətlə biz daha çox British English keçirik. Çünki eşidirik daha doğrusu sözləri o dialektdə. Çünki məktəbdə əsasən British English öyrədilir ki, bu belə də olmalıdır. Əsl ingilis dili Britaniyalıların ingilis dilisidir. Bəs Amerikalılar necə deyirlər? Herb. H-nı atdılar. Herb. Ümumiyyətlə American English variantında hərflərin atılması olacaq. Daha sonra sözlərin birləşdirilməsində və vurğunun qoyulmasında da fərqləri görə bilərik. American English'də biz bunu daha çox görəcəyik. Sözlər daha çox bir-birinə birləşəcək. O qədər incə şəkildə birləşəcək ki, məsələn, bu cümlədəki kimi he didn't do it. Biz T-nı eşidiriksə, bu British English'dir. Çünki burada T-nı biz aydın şəkildə eşidirik və aydın şəkildə cümlədəki sözlərin arasında pauza var. Bu aydın eşidilir, amma American English'də bu belə deyil. Necədir? Pauza yoxdur, hamısını birləşdirik bir-birinə və ona görə də köməkçi feilin sonundakı, yəni didn't feilinin sonundakı T düşür və didn't sözü do-ya birləşik şəkildə səslənir. He didn't do it.
və təbii ki, sözlərin tələffüzündə olan fərqlər. Bayaqlar əslində buna aid misallar göstərmişdik və bu tələffüzdə olan əsas fərqlərə səbəb vurğunun fərqli qoyulmasından asılıdır. Məsələn, advertisement bu American English'dir və ya advertisement. Advertisement bu British English'dir. Həm vurğu fərqlidir əslində, həm də söz fərqli tələffüz olunur. Əgər bu iki dialekt arasında intonasiya və ritm baxımından yanaşsaq, onda görərik ki, Britaniya ingiliscəsi daha çox melodik, yüksələn və enən intonasiyaya sahibdir. Amerika ingiliscəsi isə müqayisədə daha düzdür. Bəzi aksentlərdə daha az ton variasiyası olur. Burun tonlu səslər daha çox səslənə bilir.